Allahın qəti əzab vədləri. Qurana əsasən 1. Küfr edənlərə əzab. Həqiqətən, kafirlər, yəni Allaha iman gətirməyən və həqiqəti inkar edənlər üçün şiddətli əzab vardır. Bəqərə 7. 2. Münafiqlərə ən ağır əzab. Şübhəsiz ki, münafiqlər cəhənnəmin ən aşağı qatındadırlar. Nisa 145. 3. Zalımlara əzab. İnsanlara zülm edənlər və haqsızlıq edənlər üçün ağrılı əzab vardır. İbrahim 22. 4. Allahın ayələrini inkar edənlərə əzab. Ayələrimizi yalan sayanlar üçün alçaldıcı əzab vardır. Həcc 57. 5. Təkəbbür göstərənlərə əzab. Təkəbbür göstərənlər üçün alçaldıcı əzab vardır. Nəhl 29. 6. Günahda israr edənlərə əzab. Onlar etdiklərində israr edirlər. Onlar üçün ağrılı əzab vardır. Ali İmran 135. 7. Yetim malını yeyənlərə əzab. Yetimlərin mallarını haqsız yeyənlər qarınlarına od doldururlar. Nisa 10. 8. Faiz, yəni riba yeyənlərə əzab. Əgər faizi tərk etməsəniz, Allah və Rəsulu tərəfindən müharibəyə hazır olun. Bəqərə 279. 9. Zina və fəsad yayanlara əzab. Möminlər arasında çirkinliyin, yəni pozğunluğun yayılmasını istəyənlər üçün ağrılı əzab vardır. Nur 19.